Kərə ləzzətli möcüzə yağlarının baş sponsorluğu ilə ləziz macəra başladı. Günəşdən, sudan, tərtəmiz havadan zövq almaq istəyənlər, hər vaxtınız xeyir olsun. Ləziz macəra yenidən efirdədir. Möcüzə markalı məhsullar kərə yağı ləzzətini xörəklərdə hiss etdirmək və həmçinin də bitki yağı ilə birgə kərə yağını istifadə etmə şansı yaradan yağlardır. Şirniyyatlarda, xörəklərdə və qızartmalarda yüksək effektə malikdir. İçərisində olan kərə ətri yeməklərdə kərə yağı ləzzətini əks etdirir və həm bitki mənşəli yağı, həm də kərə yağını bir yerdə istifadə etmə şansı yaradır. Mətbəxinizdə əsl möcüzəni görmək istəyirsinizsə, möcüzə yağından istifadə edin. Nuş olsun. Möcüzə yağı, hər ləzzət onunla başlayır. Bu dəfə də ləzzətlə macəranı bir-birinə qarşıdıracağım əziz tamaşaçılar. Özü də gəzməli, görməli Ağstafada. Bura gələndən elə rayon haqqında maraqlanıram. Hamı Ağstafanın tarixiliyindən, qədimi yerlərindən danışır. Amma vacib bir məsələ var. Bəs yeməyi bizə kim pişirəcək? Odur ki, biraz Ağstafanı gəzək, görək, ondan sonra keçəcəyi biş-düşə. Getdik. Hazırda isə mən Daşkəsəmən kəndində yerləşən Əyyub Ağa məscidinin düz qarşısındayam. Əyyub Ağa məscidi 1874-cü ildə inşa edilibdi və onu da qeyd edeyim ki, bu məscid Ağstafa Qazax bölgəsində ən qədim məsciddir. Məscid Hicri qəməri təqvimi ilə 1326-cı ildə Dağkəsəmənli kənd sakini Əyyub Ağa tərəfindən tikdirilib. Yerli sakinlərin dediyinə görə onun övladı olmadığından yadigar qalması üçün bu məscidi inşa etdirib. İlkin variantda dövrümüzə qədər qorunan məscid başdan başa bişmiş kərpiclə hörülüb. Abidənin yerdən günbəzə qədər hündürlüyü 12 metrdir. Günbəz 4 tağ üzərində dayanıb. Tikilinin bir giriş qapısı, 6 pəncərəsi var. Məscidin giriş qapısının sağ tərəfində isə Əyyub Ağanın məzarı yerləşir. Ağstava
şəhərinin mərkəzində ərazisi 2,5 hektar olan Azərbaycan parkı yerləşir. Əgər buranı gəzsəz, elə bütün Azərbaycanı gəzmiş olacaqsınız. Miniatür parkda xalqımızın tarixi keçmişini yaşadan tikililər, abidələr, saray və qala divarları, müqəddəs ziyarətgahlara aid türbə və məscidlər, müasir dövrümüzün memarlıq nümunələri əks olunur. Parkın yaxınlığında isə Azərbaycanın xalq şairi Hüseyn Arifin ev muzeyi yerləşir. Siz bura gəlməklə görkəmli ədibimizə məxsus əşyalarla daha yaxından tanış ola, onun yaradıcılığı haqqında ətraflı məlumat ala bilərsiniz. Bilirəm ki, cəmaatımız Ləziz macəranı görən kimi azdan-çoxdan evdən nə var, süfrə açıb bizə təqdim edəcək. Bu deməkdir ki, yenidən qonaq gedirəm. Əziz tamaşaçılar, gəzə-gəzə gəldim Ağstafanın Dağkəsəmən kəndinə. Tamam əlimə bizi gözləyir, deyib gəlin, sizi görün necə ləzzətli yeməkləri bişirəcəm, necə ləzzətli yeməklərlə tanış edəcəm. Karın könlündəki biz nə istəyirik ki, getdik. Qapıda çıxdı artıq və biz giririk içəri və burada artıq hazırlıqlar gedir. Kimə yaxınlaşım, hər vaxtınız xeyir olsun. Ay, xoş gördük. İlk olaraq bizi kukla qarşılayır. Xoş gördük. Ay, xoş gəldiniz qızım, xoş gəldiniz. Xoş gördük. Necəsiz? Yaxşıyıq çox. Bəli, bəli. Buramı. Bugün mən qonaqlarım üçün əvvəla Azərbaycanda yaz ayında ağzı dada gətirən gözəl bir göy kətəsi. Sonra yazda ki pendir təzə çıxır, o pendirdən yağla pendir kətəsi deyirik buna da. Bu göy kətəsidir. Bakılılar ona qutab deyir, biz kətə deyirik. Göy kətəsi, pendir kətəsi. Hə. Pendir kətəsi məncə bişirməmişik, hə Farid? Pişirməmişik. Çox gözəl olur, dadlı olur, ləzzətli olur. Bir növ desən xaçapuri kimi. Gürcülərdə elə bunun adı xaçapuridir. Qızım necə edə bilir? Yəqin Gürcüstanda yemisən. Artıq burada. Bəli, bəli. Bəlkə də bizdən Azərbaycandan Gürcülərə gedib, bəlkə də oradan buraya gəlib. Onu bilmirəm, amma biz çoxdan hazırlayırıq bu kətəni. Dadlı olur. Əgər uşaq məktəbdən gəlib, ana çörək bişirir. Xörək hazır deyilsə, tez pendir yağ kətəsi. Ləzzətli bir şey olur. Bəli, bu dəqiqə Allah qoysa. Sonra sizin üçün hazırlayacağım fəsəli. Bəli, bəli, bəli. Bəli, Tovuz, Qazaq, Ağstafa zonasının. Bu fəsəlidən Səmbət Vurğun yeyib, nənəsi pişirib. Bu fəsəlidən Nərman Həsənzadə yeyib. Bu fəsəlidən Nüsrət Kəsəmənli yeyib. Bu fəsəlidən Hüseyn Arif yeyib. Hüseyn Mehdi yeyib. İsmail Şıxlı yeyib. Bu fəsəllər onları böyüdüb, yekələndirib, elə dadlı şairlər çıxardıb, tuzlu şairlər eləyib. İndi də siz yeyəcəksiniz. Allah qoysa yaxşı olar. Sonra mən sizə hazırlayacağım Qazağın xəngəli adlandı da hər yerdə. Qazaq xəngəli. Bəli, Qazaq xəngəli də Ağstafada olsaq da Qazaq xəngəli demək olar ki, bu bilirsinizmi? Vaxtilə Qazaqla Ağstafa birədə olubdu. 39-da Ağstafa rayonu yaranıb. 59-a qədər ayrı gəlib. Adel olub. Sonra 59-da birləşib. Sonra 90-da yenə ayrıldı. 90-cı ildə bəli, Qazaqla Ağstafa oldu ayrı rayon. Amma biz elə valla başda olanda har alsan deyəndə deyirik Qazaqdan. Çünki Ağstafa da bizimdir, Qazaq da bizimdir, Qarabağ da bizimdir, Bakı da bizimdir, Azərbaycan hər yeri. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam doğma vətənimsən. Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycanıma qurban olum. Gözü tək olsun düşmənlərin, yaşasın Azərbaycan. Ocağımız da yanır hazırda, samavar çayımız da var. Samavar çayımız da var. Əsl buğda unundan sizə, gözəl əsl təbii buğda unundan gözəl xəngəl hazırlayacağım. Qurutla
Bir var, şairlər deyir, ay, qatıqdan xəngəl olmaz, xəngəl qurutla yaxşıdır deyir. Yadında qalsın. Birdən səni alladarlar, qatıq xəngəli verərlər. Qurut xəngəli. Bəli, sarımsaq. Yox, indi qurutla yeyəndə görəcəksən nə dadı qızım. Bəli, qurut xəngəli, hə. Hə, eybi yox. Biz başlayaq. Başlayaq işimizə. Birinci haldan başlayaq. Bax, çətədən Artıq başlayaq. hazır demək olar. Bəli. Sağ olsunlar, tələsiblər. Gözlə Gözlə. ki, oğlum, sazımız da hazır dolaba. Sacımıza da bax. Bir odun qoyun şarjın altına. Deməli orada qutab, yəni Əsl dadlı qutab. Bakıda yağın zadının içinə salırlar bəzən, amma biz sacda hazırlayırıq. Bəli. bir yağ kətəsi bunda bişirilir. Hə, Sonra fəsəli, sonra Biz ağsoğlağı, onu eləyəcəm sənə bir Qazaxda ağsoğlağı vaxtı ilə anaların pişirdiyi ən çox yeyilən köhnə devirdə nə deyirsən, ağsoğlağı yeməyi idi. ağsoqlar. Ağsoğlağı. Ağsoğlağı ağ sözündəndir. Bəli, ağsoğlağı o qatığın ağlığına görə ona ağsoğlağı deyirlər. O soğan sözü də qızarılır, soğan qızarılır, qatıq da sarımsaq onun üstünə tökülür, o olur ağsoğlağı. Hə, bu da qədim yeməklərdəndir. İndi yemirlər. Əslində bu dəqiqə o gedib. Maşlı isti gedib, həlihli isti gedib. Amma vaxtı ilə o dədə babalardan qalma bizə xörəklər idi. Bəli, bişirərik, bugün bişirərik. İndi bax, burada mən sizə hazırlayacağım göy kətəsi qızım. Göy kətəsinə nə tökülür, nə hazırlanır? Göy kətəsi gözəl göylərimizin hamısından qarışır. Küt, keşniş, nanə, reyhan, yarpızdan bir-iki dənə. Zəncəfil otu bir-iki dənə. Bəli, hamısı qarışıq. Spanaq. Necə? Həyətdə də var. Bir-ikisi də olmayanları da almışıq. Gözəl soğanı da içinə doğrayırsan, pendir yağı da qatırsan, tuzunu, stotunu vurursan. Bəli. Yox, onun dadı soğanlandır. Yox, onun dadı soğanlandır. Onun dadı soğanlandır. Bunu tez qarışdırmaq olmaz. Bunun sacın isti olmalıdır, xəmirin hazır olmalıdır. Çünki suyunu buraxmamalıdır, onda vitamin itə bilər. Vitamin içində qalsın deyən, elə tez belə hazırlayana yaxın əlinlə belə eləyirsən, tam hazır. Saç üstü oldu. Xəmir hazır oldu. Bunu qarışdırırsan ki, sulana bilər. O sulanda o göy öz vitamini itirdi, getdi, gərək içərisində qalsın. Bəli, həmin dadı verməyəcək. İndi Allahın köməkliyi ilə bişirərik, dadını baxarıq. Başladıq. Tamam müəllimə, artıq xəmir də hazır eləyibdir. Ay, sağ ol. Kətəni demək olar ki, gözləməmsə, bir dənə bişirməyə gözləmişəm. Pişirməyə gözlədim, xəmiri yoğurdum ki, hazır olsun. İndi bir-bir bunları yayacağım, o göydən gözəl arasına qoyacağım, orada pişirəcəm. Yağlayıb yeyəcəksiniz ləzzətlə, üstündə nə simə var çayı. Ölüm, dərdin alayım. Aha, görürsən nə gözəl. Hə, bəsnə. Boyumlu. Bax bu kətə artıq hazır. Yanar o birisi. Yox, yanmaz, narahat olma. Narahat. Bəli, yağla ye, qutardı getdi. Bunu yemə. Altı sərin deyil mi Fərqan? Yox. Hə. Hamımızı bizdən kətə gözləyir, fəsəli gözləyir, xəngəli gözləyir. Yəni ona görə də maşallah bugün bol olacaq. Hər şeyimiz şükür oldu. Siz də əməlci sizə salacağıq. Canınız sağ olsun, halal xoşunuz olsun. Azərbaycan qonaqpərvər xalqdır qızım. Eləcə də bölgələrimizdə hamısı qonaqpərvər xalqdır. Biz qonaq gələndə daha çox sevinirik. Qarışıq hazırlayaq. Həm pendir kətəmiz olsun, həm göy kətəmiz olsun. Sonra da təsəllimizi hazırlayaq. Nuş olsun. Buna deyirlər ki,
pendir yağ kətəsi. İşitirsən oğul. Bax, bu Gürcüstanda Xaçapur adında gedir. Amma əslində bu bizdə də buna deyirlər pendir yağ kətəsi. Bu ən dadlı yeyilən, ən ləzzətli bir yeməklərdən biridir. Çayla xüsusilə ləzzət verir, mürəbbəli çayla. Təzə inək pendiri olanda lap daha tez olur da, duza yatmamış. O daha gözəl olur, bəli. Duzlu olmaz. Amma indi duzludur. Yaxşıdır, yaxşıdır. Çox da duzu yoxdur, yaxşıdır. Uşaq bir də görürsən dərsdən gəlir, çörək pişirirəm, yuxa pişirirəm. Aynen, qurban olum, abi pendir yağ kətəsi qayır, yaman acmışam. Arxın üzmüyü. Gəl dərdin alayım, gəl yi. Bəyə hazırlayıram, verirəm. Hə, uşaqlar çox istəyir. Dadını bilir, ağzının dadını bilir. Dadını bilir də. Hə, birini də eləyək, hə. Amma bəyənsəm O məsələ. bezəcəksiniz ha məndən. Yox, xoşdur. Biraz soysun, onun dadına baxacağım. Görək dediyi qədər var mı? Tamam, tələsir. Bilmirəm, hara tələsir, niyə tələsir, amma tələsir. Deməli, Siz yoxlamaq istəyirsiniz. Yox. Onda niyə belə tələsirsiniz? bax, indi, Göy kətəsini hazırladı. bəli, göy kətəmiz hazırdır, pendir yağlı kətə hazırdır. Bəli, hə. İndi biz nə edirik? Fəsəli. Fəsəli nə fəsəli? Vazgeçilməsi. Hə, Fəsəli. bəli. Eyni xəmirdən tərkibi eynidir, oğlum. Tərkibi eynidir. Aha, eynidir. bəli. Bunu yayırsan, bax, fərqi ondadır ki, bunun arasını ayrı-ayrı yağlayacağıq, sonra yenidən bir də yayacağıq. İndi görəcəksiniz. Bax, birini yaydım, qoy. Qatlama ilə həmişə bunu qarışdırırıq. Qatlama ilə bunun fərqi odur ki, Elə. qatlama Qatlama nazik kəsilir, yağda pişir. Amma Bu sazda pişir, bəli. Fərqi olur. Həmişə qarışdırıram. Qatlama biraz əziyyətli işdir. Qatlama. Qazanlar pişirdik, seyir bəli, salamız var. O hə, pişirdi hə. bizim üçün. İnansız ki, o xanım bişirəndən sonra hamı sifariş verir ona. görürsən. Seyir xanım edir. Bezmiş. Nə qədər qatlama sifariş verirlər. Hə. Xəmiri yoğurmaq üçün qızım gərək xəmirin mayasını elə tutasan ki, o xəmir onda gözəl xəmir olur. Mayası yaxşı tutanda. Su ilə yoğururuq, düzdür. Qatlama Eləsinlər ki, düzgün tutulsun o xəmir. və əlində bilirsən. Əlin sənə deyir ki, ay xəmir, sən yayıla bilərsən, yoxsa yayıla bilməzsən. Pistilətməyin. 4 gündən yayırsan, sonra yayandan sonra 4 gündən artıq olur, yoxsa elə onun qaydası odur ki, 4 gündə bəs eləyir. 4 gündə bəs eləyir. 4 gündəni yayırsan, bax bu formada, formasını göstər, xahiş edirəm. Ondan sonra bir yağlayırıq. Nərman Həsənzadənin gözəl şeiri var. Bu da bir zarafat. Öz yoldaşına yazıbdı. Allah rəhmət eləsin. Sara xanıma yazıbdı. İndi bu da bir zarafat. Elə bilirəm bu da bir zarafatdır. Gəlmişsiniz, kətə pişir, fəsəli pişir. Bu da bir zarafat, bəli. Qocaldıq, bu da bir zarafat. Haydi Ərman Buxara. Amma bir çox cavanlardan gümrahsız maşallah. Sən Allah, bir də ərdin alim. Bax, elə rəhləndir də ona bir tamam müəllim məni. Yox, niyə ki maşallah. Özünüz də görməlisiniz də, deyil. Eləyə bilər, cavanı gətir bir o, Ailəni gətir görə eləyəcək. Ailə də eləyərsən. Yox, maşallah. Yəni ən azından gec, yəni 1-2 saat gec eləyərsən də tamam müəllimədə. Ay, sağ ol. Vəssalam. Maşallah, Allah ömür versin. Allah sizə. Bir desən, ay tamam müəllimə, neçə yaşın var? Neçə xanımdan yaş soruşmaz da. Hey, soruş. Yox, nə olsun ki. Efirdə amma kişilər də işləyəcək. Eşitsin. Yaxşı, deyin görün, neçə yaşınız var? Şoka salmayın məni. Mən qızım. Yapma bir. Yox. Çox Halal olsun. Nədən bildin ay bala, nədən bildin?
Doğrudan Hə, düz vallahi dedi. 72 yaşım var, 44-cü iləm. Bəxtəbəxt dedi 72 yaş. 5 ildir artıq təqaüddəyəm. Evdəyəm. Amma oxşamırsınız. Nəvələrimə bişirirəm, düşürürəm Allah verəndən. Doğrudan. Allah oxşamırsınız. Maşallah, maşallah. Birazdan gedərsiniz belə. Üzərlikdən zıxdan görün neyinirsiniz. Sağlam yaşamağın əsas ləzzəti ondadır ki, qızım. Təbii şeylərdən çox istifadə edəsən. Süni şeylərə qaçma. Rayonlarda Bəli, təbii şeylərdən. təbii tərəvəzlərdir, hamısı öz Hələ məhəlləsində. indi o kətəni eləyəndə indi sezonu deyil, məsəl üçün cılım deyil, kişi. Vurmuşam hamısından, hərəsindən bəni. Biraz tapırsan. O təbii. Amma biz təbii. gedirik alırıq Hə, mağazadan. nə bilirsən, azot vurulub ya vurulub. Bunu bax beləcə bükürük, sonra da yayacağıq. Bəli, Belə də. yağ yumşaldacaq. İnşallah. Bax, bunun adı fəsəlidir. Bax fəsəlimiz. Hə, 4 fətri yayırsan, sonra bir-bir yağlayırsan, üstə qoyursan, sonra da doluyursan, bu formada yenidən yaymağa başlayırsan. Siz yayın. Hə. Pendir bu qabındadır. Bir dadına bax görək nədir, həvəsləndirdin məni. Super. Əladır, çox ləzzətlidir. İndi gör birinə baxırsam, gördün nə pişdi. Bax. Fəsəli nə fəsəli. Ağzınızın içində olsun, şirin Sağ olsun. olun, Allah razı olsun. Əliniz qolunuz Ay mənim var olsun. Azərbaycanda yaşayan qohumlarım, dostlarım, qardaşlarım, bacılarım. Bax bu xanım kimi, Aysel xanım kimi Qazağa gəlin. Bu tutun dibində sizə bişirməyə söz verirəm. Mən nə edeyim? Siz kənardasınız. həvəslisiz. Bəli, və Allah hər gün də pişirsəm Camaat muf bir qonaq demərəm. gəlməsin. Bura elə bir kişinin yurdudur. Burada elə bir kişi yaşayıb, bura elə bir kişinin qapısıdır ki, buradan çox qonaqlar gəlib gedibdi. Allah rəhmət eləsin cəmi ölənlərimizə, Allah rəhmət şəhidlərimizə Allah rəhmət eləsin. Azərbaycandan gedən o ağsaqqallarımıza Allah rəhmət eləsin. Eyni zamanda Dağkəsəmən kənd orta məktəbinin tədris hissə müdiri işləyən Fərman Kərimova Allah rəhmət Allah eləsin. rəhmət eləsin. Bura onun qapısıdır. Müəllim maaşından yaşamışıq, halal yaşamışıq, amma həmişə çörəyimiz bol olub qızım. Allah ürəyinizə görə. Bol versin. olsun. Məmməd Araz deyir, əgər mənə vətən oğul desə nə dərdim? Mamırolov qayasında bitərdim. 5 günlük ömrüm qaldı, çıxıb gedirim bir sabah qoy fəsərdən pişirib cəmaat yesin dana. Bir Allah rəhmət eləsin desin dana, desin dana. Aha. Qutardıq. Gəl. Bir buna bax, bir buna çək. Özümdən utandım. Raxcanla. Allaha halal olsun. Mən yerim qonaq gəl. Evimizi qonaq gəl ayoluna bax. Götür, onu da götür, bunu da götür getdik. Siz biraz xəncəldən hazırlayın. Yandım, Allah yandım. Götür. Kötək var mı çatır? Yox, oraya gedirik, gəl. Kətə hazır, Kətə hazır, fəsəli Nələrimiz hazır. qaldı? Ağsolaq. Ağsoğlağı axırda verəcəm sizə. Və xəngəl. Hə, bu yağlıdır, ağsoğlağı sarımsaqlı yeyək ki, aşağı bassın. Xəngəlinə bax. Xəngəli indi gedək bir çay Bir için. bunların dadına bax. Hə, gəlin. Siz xəngəli bir yayın, yığın oraya. Möcüzə markalı məhsullar kərə yağı ləzzətli xörəklərdə hiss etdirmək və həmçinin də bitki yağı ilə birgə kərə yağını istifadə etmə şansı yaradan yağlardır. Şirniyyatlarda, xörəklərdə və qızartmalarda yüksək effektə malikdir. İçərisində olan kərə ətri yeməklərdə kərə yağı ləzzətini əks etdirir və həm bitki mənşəli yağı, həm də kərə yağını bir yerdə istifadə etmə şansı yaradır. Mətbəxinizdə əsl möcüzəni görmək istəyirsinizsə, möcüzə yağından istifadə edin. Nuş olsun. Möcüzə yağı, hər ləzzət onunla başlayır. Ayran yenə hazır. Tamam xanım, çox sağ olun. Güzələ bu tam deyil. Hələ ki biz fəsəlini, göy qutabı, pendir qutabını dadacağıq. Ondan sonra hələ bizim xəngəlimiz var, bir də
Ağsolaq, Ağsoğlağı. ağsolağımız var. Hələlik bunu yeyib biraz fasilə dincələk. Bəli, bəli, Bizə bəli. xoş olsun, ondan sonra yenə keçirik yemək bişirməyə. Yedi içdik. İndi gedirik xəngəl bişirməyə. Bir də ağsoxlaq. Ağsoxlaq? Hə, ağsoxalaq. Ağsoxalaq. Gəl Farid, gəl. Tamam müəllimənin yenidən yanına gəlirik. Xoş gəldiniz. Xoş gördük. İndi biz Nə edirik? xəngəlimizi Ətər hazırlayırıq. dayıqlı. Xəngəli bişirmək üçün mis qazanda, oğul. Hə, danış. Mis qazanda altını qalayın ocağın. Mis qazanda gözəl suyunu asırsan. Su qaynayır. Bəlkə xəmir yoğurmaq lazımsan qızım. Boş xəmir olsa onu bişirə bilməzsən. Bəlkə xəmir yoğurursan, onu da bax bu formada qəşəng yayırsan. İndi doluyub kəsəcəm, baxacaqsan necə kəsirəm. Sizdə də iri eləyirlər. Yox, baxıyorum. İri olmasa o xəmir olar. Suda qalar. Demək iri olmalı. İri olmalı. Olmasa Hə, xəmir. hə. Xəngəlin üstü üçün qurut olur, bir də deyəsən toyuq olur. Eləmi? Amma sağ olsunlar, əvvəlcədən hazırlayıblar. Gözləməyiblər bizi. Xəngəlimiz orada qaynayır qazanda. Bax bu soğanı hazırladım ki, biraz rahatlıq olsun da qızım. Bütün qadınlar bilir ki, soğan hazırlamağın özü xeyli vaxt aparır. Deməli, xəngəl üçün. Bax bu mənim soğanımdır xəngəl üçün. Faridin sevimli yeməyidir. Bəli, bəli. Aha. Gəl bacım. Farid, bu mənim gözəl xəngələ cücəmdir. Buna soğanı ayrıca da vururuq, cücə dadlı olsun deyə. Xəngəl gözəl olsun deyə. Yağ soğanı ayrıca da. Bəli, bu ayrıdır. Bunun içində özünün yağı da var, soğanı da var. Bu isə Bəzən elə olur ki, ətlə də hazırlayırıq, əti maşında çəkirik. Badımcan dolmasına hazırlanan kimi, qiymə kimi də eləyə bilərsən. Hə. Onu da ayrıca qızardırıq, stolun üstə qoyuruq. Ondan da tökən olur, bundan da tökən olur. Ülviyə xanım, bir dəqiqə dayan, bax, bax, bax. Bu nədir, dedi balam. Bu bilirsən nədir? Bu dünyanın ən gözəl nemətidir. nə? Buna deyirlər qurut. Bunu qatığı tökürlər nehriyə. Nehrə eşidirsən? Yağı, dağ yağı. Bəli. Bunu qatığı tökürlər oraya, qatıq orada. Qatıq orada. Çalxalanır, oradan yağ alınır. Onun arxasında qalan ayran hissəni, analar, nənələr, kənd yerində yaşayanlar bunu daha yaxşı bilir. Tökürlər torbaya, ağ torbaya. O süzülür, qalır onun pasta hissəsi, palçıq kimi olan hissədə. Ondan da duzluyurlar, yoğururlar, eləyirlər dəyirmi formada. Qurut. Bəli, onu bazarda da satırlar. O qurudu biz alırıq, gətiririk. Bu formada su tökürük, ləyənə su tökürük. Mən Bakıda bəzən görmüşəm, belə qırıb eləyirlər. Xırda qırıb eləyirlər. Bəzən Bakıda eləyirlər. Amma mən tökürəm suyu ləyənə, o həmən qurut hissəni də qoyuram içinə. Yalnız hissə. Ovucun içində. Yox, hələ yumşaltmalıyam. Bu həddə salmalıyam. Bax onu gətirib, bəli, bax xəngəl deyirlər də. Hə. Bax bunu bu hala gətirib salmışam. İndi sən bundan bircə damcı, bircə damcı. Gör bir nə dadıyacaq. Bircə damcı. Bir gör qızım sən Allah. Duzlu ayran. Duzlu şor, duzlu ayran. Ha, qəşəngdir. İndi getdik xəngəlimizi çəkməyə.
Bu qurudu tökürük belə xəncərin üstə. Amma hamısını qurutdamıyor da, hə? Onlar Niyə da istər? elə Nə tərsləyirsən? Qurutsuz zövqə gəlir. görədir. Yəni 3 cür burada təam var. Bəli. Soğandaqla, yəni Soğanla, bəli. soğanla da Cücə yeyə ilə də yeyə bilərik. bilərsən. Cücə ilə də yeyə bilərik, Ay, qurutla da sağ ol, yeyə bilərik. sağ ol, Nə tərsləyirsən? Bütün yeməklərimizi bişirdik. Bir dənə qaldı bizdə nə? Tamam müəllimə. Bizdə qaldı ağ soğlağı. Ağ soğlağı. Ağ soğlağı yeməyi qaldı. Ağ Bu soğ- necə hazırlanır? Bu qədim yeməklərdən biri sayılır. Bu təzə şirin qatıq, sarımsaq döyürsən, qatığı sarımsağa qatırsan, yağı tökürsən sobaya, qaba, bir qazana, dağ eləyirsən, əridirsən də belə. Sonra onu kəstirirsən o sarımsaqlı qatığın üzərində. Çörəyini batır ye, ləzzətli bir şey olur. Ay, mən maram. Düz Tovuzda da yemişdim, amma 1 il əvvəl çəkilibdi. Onun dadını unutmuşam. Necə idi? Nə fason idi? Yaxşı yeməli şey olur. Bu qədim xörəklərdən biri sayılır. O Zonanın doğru, Hə, bəli, bu zonanın yeməyi. Bəlkə Azərbaycanın başqa regionlarında da işlənir. Onu bilmərəm, amma bizim Qazax zonasında bu ta qədimdən işlənir. Mən uşaqlığımdan məsələn analarımız pambığa gedərdi çölə. O vaxt pambıq əkirdilər. Evdə xörək bişirə bilmirdi, anaların vaxtı olmurdu. Onda axşamdan uşağına tapşırıq verirdi ki, səhər dərsdən gələndə ağsoğlağı qarıb yeyərsən, axşama gələndə mən xörək hazırlayacağam. Hər bir uşaq bunu bilirdi. İndi o uşaqlar bugün hamımız ana olmuşuq, nənə olmuşuq və bunu da öz balalarımıza deyirik. Amma indiki uşaqların çoxu bilmirlər. Çox sağlam yeməkdir. Bir şey ki, qatıq olsun, yağ olsun, o bağırsığına qarar sağlam. Bir də sarımsaq. Sarımsaq min bir dərdin dərmənidir. Stolun üstə deyir, sarımsaq qoy, qənd qoyma, pesok qoyma, duz qoyma. Gör necə sağlam olursan. Amma biz deyirik, sarımsaq tündür, belə deyilədir. Hə, Gürcüstana gedirsən, hamısının rəngi qıpqırmızıdır. Sarımsaq, bibər. Vallahi sarımsaq sağlam şeydir. Yaxşı, biz başlayaq. Bəli. İndi bax bunu sarımsaqla döydü, yadi bilir tamaşaçılar da, bəli. Bunu mən artıq hazırlamışam. Qatıq sarımsaqdır. Sən bilirsən qatıq sarımsaqdan lobiyanın üstə tökürsən, yeyirsən, badımcanın üstə tökürsən, xəncərin üstə töküb yeyirsən, yarpaq dolmasının üzərinə töküb yeyirsən. Sonra işlənir də sıxma deyirik bizdə, pencər sıxması, onun üstə töküb yeyirsən. Makaronun üstə töküb, yəni dadlı bir şey olur da, bu sarımsaq qatıq çox gərəkli bir şeydir. Hər bir ailənin xaladilnikində bu mənə elə gəlir olmalıdır. Amma bu şərtdə çalışıb yeyən zamanı təzə-təzə döymək. Sarımsağın tərkibi itməsin. Hə. İşlədəcəksən ha, həmin anda döy hazırla, yeyirsin, qutarsın, saxlama. Onda biz başlayaq. Bəli. Onda bizə yağ lazım olacaq. Bəli, bizə yağ. Verilişimizin baş sponsoru olan Kərə ləzzətli möcüzə yağlarından biz istifadə eləyəcəyik. Deməli, möcüzə yağlarının var qarğıdalı yağı, bir də var günə baxanı və qarğıdalı möcüzə kərə ləzzətli. Bunu şirniyyatlarda istifadə etmək olur, əziz xanımlarımız. Bunlar isə yəni hər növ yeməklərdə istifadə etmək olar. Yeməklərinizin daha ləzzətli və dadlı olmasını istəyirsinizsə, mütləq və mütləq bunlardan istifadə edin. Bütün mağazalarda asanlıqla əldə edə bilərsiniz və Tamam xanım, yəqin ki, siz də bunları Bəli, mən evimdə həmişə möcüzə yağından istifadə edirəm. Biz dədə-baba deyirik kömbə. Qazax kömbəsi. Bir də vallah qoysa bişirərəm. O kömbəni bişirəndə, bax bu möcüzəsidir. Bundan bir paçka mən o kömbüyə atıram və olduqca dadlı, keyfiyyətli olur. Olduqca da. Siz onda dadını bilirsiniz. Bəli, mən ailəmdə işlədirəm. Ləzzətli edir. Eləcə də bax bu qarğıdalıdırmı bu? Qarğıdalı yağı. Qarğıdalı yağı. Görək bizim axsolağımız bu yağ daha ləzzətli olur. Daha yağı. 1 litri və 2 litri olur təbii ki. Aha. Ürəyiniz hansından istəyir, ondan yəni bütün mağazalarda əldə edə bilərsiniz. Başlayaq onda hansından istifadə edirik? Qarğıdalı yoxsa? Qarğıdalıdan mən daha çox istifadə edəcəm. Qarğıdalıdan bəli. Bax bunu qızım dağ elədik. Görürsən nə gözəl oldu. Bundan götürürsən, aha, bu formada tökürük. Yavaş.
Bax bu oldu aktoqları. Ağ soğlağı. Çörəyini batırırsan, yeyirsən. Çox qəribə yeməkdir. Bəli, çox dadlı və gözəl yeməkdən biridir, bəli. Bu da ağ solaq. Deyir aləmə bəllidir qonaqpərvəri, geroyu, generalı dillər əzbəri. Şəmistan yetirən dağ kəsəməndir. Bəli, bura dağ kəsəməndir. Bura dağ kəsəməndir. Bura Aksafanın gözüdür, döyünən ürəyidir. Bəli, biz dağ kəsəmənliyik. Dağ kəsəmən kəndinə nə vaxt istəsəniz buyura bilərsiniz. Xoş gəlibsiniz. Bəli, artıq burada da bir eviniz var. Bəli, bəli. Çox sağ olun hər bir şeyə görə. Bu isə kərə ləzzətli möcüzə yağlarından sizə hədiyyədir. Çox sağ olun. Çox sağ olun. Sağ olun. Minnətdaram. Minnətdaram. Sağ olun. Tamam xanım, sizə təşəkkürümü bildirirəm. Digər xanımlara təşəkkürümü bildirirəm ki, yayın bu istisində dözə-dözə o ocaq başında istiyə dözə-dözə bizim üçün yeməklər hazırladınız. Çox sağ olun. Sağ olun. Verdik sizə bu Sağ qədər. olun. Xoşdur canınız, sağ olun. Halal xoşunuz olsun. Mən olsam da olmasam da bu evə gəlməyə haqqınız. Ağstavada da bir evimiz var. İnşallah yolumuz buradan keçsə, çəkiliş oldu, olmadı. Çəkiliş oldu, olmadı. Akstavadan dağ kəsəmən, Qazaxa oradan Gürcüstana yol gedir. Qərbin qapısıdır. Qərbin qapısıdır Akstafa. Qəlbin qapısıdır, qərbin qapısıdır Akstafa. Bəli. Sağ olasınız. Bu günlük buradan bu qədər. İndi isə gedək görək gəzməli, görməli nələrimiz qalıb. Əziz tamaşaçılar, hazırda isə mən Ağstafa rayonunda yerləşən Ceyrançöl ərazisindəki İlham Əliyev zirvəsinin düz qarşısındayım. İlham Əliyev zirvəsi dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir və strateji cəhətdən bu bölgənin ən hündür zirvəsi hesab olunur.
Əziz tamaşaçılar, onu da qeyd edeyim ki, İlham Əliyev zirvəsi ətrafında 70-ə yaxın mağaralar var və mən çalışdığım qədər onların bir neçəsini sizə çəkib göstərəcəm. Düzdür, biraz çətinlik çəkirik mağaralara çıxmaq üçün. Gördüyünüz kimi artıq ikisi də oradadır. Amma çalışdığım qədər sizə çəkib göstərəcəm. Bu arada elə gəzə-gəzə yolları çıxa-çıxa mən kəkot da dərmişəm, yığmışam. Mamam sevinəcək. Gəl Farid, getdik. Getdik, düz getdik, nəhayət gəldik mağaralardan birinə çatdıq. Mağaraların qarşısında deməli vaxtilə burada su quyusu oldu, 10 tonluq su quyusu. İndi isə mağaralardan birinin içinə daxil olacağım, amma baxın, qarşısında koridor kimi yer də var. Nə gözəl. Gəl. İndi isə bu da mağara. Wow. Gördüyünüz kimi bu mağara Qafqaz Albaniyasına məxsus bir mağaradır. İlkin orta əsrlərdə qazılmış bir mağaradır. Bu mağara dini kahinlərin sitayiş etməsi üçün istifadə olunub. Bu gördüyünüz otaq isə o dini kahinlərin bu otaqda yazıb, pozmaq, oxumaq üçün istifadə edilmişdir. Bu saxsı qablar qoruq əməkdaşlar tərəfindən bu bütün torpaqla dolmuşdur. Onlar təmizlənərkən torpağın altından tapılmış saxsı qab nümunələrdir. Biz onları hamısını qoruyub saxlayırıq. Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövrünə aid süni və təbii mağaralar, son tunç və ilkin dəmir dövrünə aid kurqanlar var. Uzaq keçmişdən bizə miras qalan bu yaşayış yerləri Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən sıldırım qayaların üzərində müdafiə məqsədi ilə inşa edilib. Freskaların çəkildiyi mağara divarları bu günədək qalmaqdadır. 2007-ci ildən etibarən kompleksdəki mədəniyyət abidələrinin dərindən öyrənilməsi, qorunması və təbliği məqsədi ilə bu ərazi tarix mədəniyyət qoruğu elan edilib. Atıram Allah haqqı. Bir dəqiqə. Axı mən hündürlükdən qorxanam. Ay mama. Allah haqqı özümü indi atacağım. Öz ürək sözlərimi deyirəm. Xahiş edirəm bura gələndə su ilə gəlin, maşınla gəlin. Susuz heç gəlməyim. Bax, artıq çıxdım, mağaraları sizə çəkib göstərdim. Doğrudan çox əziyyətlidir. Əməlicə vaxt və güc lazımdır ki, ora çıxasan, mağaralar gəzəsən, amma doğrudan mağaraları gəzməyə, görməyə dəyər. Möcüzə markalı məhsullar kərə yağı ləzzətini xörəklərdə hiss etdirmək və həmçinin də bitki yağı ilə birgə kərə yağını istifadə etmə şansı yaradan yağlardır. Şirniyyatlarda, xörəklərdə və qızartmalarda yüksək effektə malikdir. İçərisində olan kərə ətri yeməklərdə kərə yağı ləzzətini əks etdirir və həm bitki mənşəli yağı, həm də kərə yağını bir yerdə istifadə etmə şansı yaradır. Mətbəxinizdə əsl möcüzəni görmək istəyirsinizsə, möcüzə yağından istifadə edin. Nuş olsun. Möcüzə yağı, hər ləzzət onunla başlayır. Bax belə əziz tamaşaçılar, əgər siz də hər bazar ertəsi ləzzətli bir macera yaşamaq istəyirsinizsə, onda mütləq və mütləq ATV-ni izləyin. Özünüzə yaxşı baxın. Görüşərik. Sağ olun.
kərə ləzzətli möcüzə yağlarının baş sponsorluğu ilə ləziz macəraya baxdınız.